bütün şehitlerimizin mekanını cennet eləsin, qazilərimizi, hərbiçilərimizi, əsgərlərimizi, Allah bütün xəstələrimizi korusun, onlara Allah şəfa versin və mənim əzizlərim, əlbəttə ki, belə yerdə söz demək çox çətindir, həm də şərəflidir. Bugün mən səhər saat 5-də Şuşadan gəlmişik, biz konsert, Şuşanın Dağlar Ansamında bir yerdə, dövlət konsertindən gəlmişik. Biz artıq mənim 3-cü gelişimimdir Şuşaya. Ama dövlət səviyyəsində konsertim olmamışdı, düzdür. İctimai birliklərlə getmişdim, amma dövlət səviyyəsindən dünən alındı bizim konsertimiz. Və o torpağa vərəm basanda biz əyilib torpağın daşlarını, torpağın özünü, otlarını dərib onu öpdük, qucaqladıq, ağladıq. Və şəhidlərimizi bir daha yad etdik. Daim bizim yadımızdadır. Ancaq Şuşa xatirələri yadılıb çıxan deyil. Çünki o əlçatmaz məkanları bizim oğullarımız necə fəth edilsə, qurban Allahın böyüklüyünə. Allah onların məkanını cənnət eləsin. Mən demək istəyirəm ki, bizim orada oxumağımız, bizim orada gəzməyimiz, istirahət eləməyimiz, hər yerdə bizim istirahət eləməyimiz məhz misal kimi şəhidlərimizin qanı hesabladır. Və mən Simahımlara təşəkkürünü bildirirəm ki, məni layiq bu gözəl tədbirdə tələbələrimlə bir yerdə iştirak eləməyə nəsib edir. Mən də ancaq mənim gücüm səsimə, bir də maddi mənəvi cəhətdən nəyə gücüm çatırsa, şəhid ailələrinə azdan çoxdan köməyimiz olur. Allah Azərbaycanımızı qorusun, Allah dövlətimizi qorusun, Allah qazilərimizi qorusun. Qazilər bizim bilirsiniz, şəhidlərimizin canlı şahidləridir. Allah onları qorusun. Və mən də istərdim ki, bu yaxında ködə yazdırmışam, bir gözəl Turan ellər var olsun. Allah'tan arxındadır ki, Azərbaycanımız bütöv olsun, daimi olsun. Bilirsiniz, vətəni sevmək azdır, amma onu qorumaq çox çətindir. Ona görə də mən Allah'tan Azərbaycan xalqımıza bu Azərbaycan müqəddəs torpağımızı qorumağı arzu edirəm. Kim bu yolda azca da olsa onun gücü qüvvəsi varsa Allah sizləri qorusun. Və mahnım gəlsin.